Atam bu dünyada o dünyanın cəhənnəm əzabını çəkib. 41-45-də faşistlərlə döyüşüb keçdə. Atəş kəsiləndə ya da siqaret fasiləsində Gülablıda odun doğrayıb, axura ot töküb. Üzünü xatırlamıram deyə hərdən elə bilirəm ki, məni öləndən sonra əkib. Bir tikə çörəyin dərdindən gecə yatmayıb, gündüz yatmayıb. Tabutdan başqa heç yerdə ayaqlarını oxa ilə uzatmayıb. Şəkli də qalmayıb, darıxanda köksümə sıxım. Bütün ömrü dincəlsəm də doymuram. Atamın yorğunluğu mənim canımdan çıxır. Allah razı olsun. Bütün atasızlara, anasızlara çılğın ana məhəbbət arz edirəm. Sağlam ata və analara xeyirli, bərəkətli, imanlı ömür yalvarışlarımla diləyirəm Rəbbimizdən. Çox sağ olun Seyid, üzr istəyirəm. Can. Şeirin müəllifini də qeyd eləsəm daha yaxşı olar. Qulu Aksəsdir. Çox gözəl. Ardınca Qulu bilirəm Quludur. Mən buradan Qulu qardaşımı, özümə bir borc bildim. Bəli, mənim əzəli və əbədi qardaşım, dostum Quluya salam və dualarımı göndərirəm. Salamımızı göndərirəm. Qulu Aksəsinin ruhu tam fərqlidir. Bəli. Hələ Ağdama yazdığı bir şeir var. Mən istəyərəm növbətilərin birində, onu da gəlib oxuyasınız. Var olasınız. Çox sağ olun. İbrahim müəllim, ustad, mən sizə təşəkkür edirəm. Çox sağ olun ağacam, mən təşəkkür edirəm.